Bəli, qanunu pozub, bəli, sürət həddini aşıb, amma axı orada faciəvi bir şey ola bilər. İki maşından artığının da başına nəsə gələ bilər. Ona görə də sürücülər bizim Azərbaycanda eksik olan şey nədir? Qanun əzbərçiliyi, qanunu əzbərləyirlər, texniki idarə etmə eksikdir. Mən bir şey deyim ki, yəni Arzumun canlıda olmasıyla bağlı belə bir şey yoxdur. Müjgan deyəsən canlıda olub. Fikir yaymaq məsələsi. Amma nə bilim, indi yenə də ekspertiza, indi müstəntiq gələcək, onun vəkilləri kifayət qədər. Bilirəm ki, müstəntiqə veriləcək suallar onların çoxdur. Mən sadəcə onu demək istəyirdim ki, yəni arxada sürətli gələn insan, yəni biz dönə bilərik, yəni düşünürük ki, o şey, bunu bilmirəm, sualı necə verim ki? Bildim, mən sualınızı başa düşdüm əslində. Siz demək istəyirsiniz ki, ümumiyyətlə qanunun belə bir qanunda, yol hərəkəti haqqında qanunda, Qost-AZ Viyana Konvensiyasına əsaslanan qanunda, qanun deyir ki, sola dönəni ötmək qadağandır. Əgər biri sola dönəcəksə, vaxtında dönmə siqnalını veribsə, onu ötmək qadağandır. Amma orada bir incə nüans var. Dönmə işığını verən kimi dönməyi də qanun qadağan edir. Qanun deyir ki, dönmə işıqları, yəni pavarotnik, dönmə siqnalı bizə hərəkət üstünlüyü vermir, təhlükəsizlik tədbirləri görməkdən azad etmir, birbaşa hərəkətə icazə vermir. Və mənim orada müşahidə etdiyimdə, yenə də deyirəm, orada dönmə siqnalı daha vaxtında verilməli idi və sükanı birbaşa əmin olmadan sola çevirmək təhlükəsizliyin təminatı deyil. Sürət həddi aşana da haqq qazandırmır, amma elə başa düşülməsin. Sadəcə mən tam qanunla deyirəm ki, qanun nə deyir? Bilərmi ki, yəni arxadakı adam maşınla çox eri sürətlə gəlib ki, bu qabaqdakı uspet eləyib, yəni çox şey eləyə bilməyib. Yəni iş ola bilər, yoxsa mümkün deyil. Bu artıq buna deyilir peşəkarlıqdır da, yenə sürücü peşəkarlığı. Qeyri-peşəkarlığı deyilir. Buna defensiv sürücülüyün əksik bilinməsi deyilir. Bir də yenə də deyirəm, mən o canlı yayının açıq olması məsələsini özü yox. Bəli, o maşındakılar açılmış və canlı yayınlar maşındakı sərnişinlərin sürücüyə təkrar müraciətlərlə danışıqları, bunlar sürücünün fikrinin yoldan yayındırılmasına əsasdır. Və ona görə də mən arzu edərdim ki, hadisələrdə maşınların içindəki kameralar belə araşdırılsın, o anın görüntüləri. Bu sürücü məsələn... Axşamınız xeyir. Mən də Orxan olar bir qısa fikrimi bildirim. Çıxacam, tez çıxacam. Xanımın sözünə qüvvət. Ümumiyyətlə yol hərəkəti haqqında qanun deyir ki, sürücü bütün təsir vasitələrindən, yəni istifadə etməlidir ki, yol nəqliyyat hadisəsi baş verməsin. Amma indi bu hadisədə, bax bunun Arzumgilin hadisəsini demirəm mən. Yəni sadəcə bu tipli olan hadisələrdə. Məsələn, mən hansı ki, ağ maşına o halda günah deyərdim ki, yəni təqsirli deyərdik, günah deməzdik də, təqsirli bilinməyi deyərdim ki, 2 yol gediş, 2 yol gəlişdirsə əgər, və o maşın sağdan sola qəflətən keçib sola dönmə əməliyyatını eləyirsə, yəni 1.3 xəttindən, 40 xətdən, o halda bəli, arxadan gələn onu vurursa, bu halda o ağ maşın, yəni hansı ki, Arzum profilində, Arzum adlı xanımın maşınında yəni sürücünü təqsiri bilmək olardı. Sadəcə o yolun, indi onlar müstəntiqi niyyət çağırırlar ora, mən belə düşünürəm ki, sxemlə bağlı əsas, yol nəqliyyat hadisəsinin sxemi vardı orada. Hansı ki, sxemdə qaranlıq məqamlar var. Yox, o yol əgər təkinə bir yol gediş, bir yol gəlişdirsə və orada həmən Arzunun maşını sola dönürsə, yəni mən orada Arzumda təqsir bilmirəm əslində. Yəni düz ekspert rəy verib, mən onun rəyinə şübhə də eləmirəm. Sadəcə olaraq mənim fikrim budur. Tək gedişli yoldursa, əgər bir gediş, bir gəlişdirsə, dar bir yoldursa, mən sola dönmə əməliyyatı eləyirsə, mən arxadakını gözləməməliyəm. Mən sadəcə önümdəki maşını gözləməliyəm ki, o keçsin, ondan sonra dönüm. Yəni, stresi deyək də, ruslar demişəm. Qarşıdan gələn maşını gözləməliyəm. O keçməlidir, ondan sonra dönmə əməliyyatı. Arxadakı mənə gözləməlidir. Yox, 2 gedişli, 2 gəlişli yoldursa bu,
və mən sağdan sağla hərəkət edirəm və sola qəflətən lap dəxli yoxdur. Dönmə işığı yandırsam belə qəflətən girirəmsə, manevr qaydasının pozulmasıdır artıq bu. Girib sola dönmə əməliyyatı edirəmsə, bəli, onda günah məndədir, təqsir məndədir. Mən belə qiymətləndirirəm də, mən başqa cür deyə bilmərəm. Sadəcə deyim ki, o yolda mənim məlumatım yoxdur. Yəni bildiyim qədər o yol ikili yoldur, belə bilirəm, dəqiq bilmirəm. Yəni mən elə bilirəm. Ona görə də təqsiri hər iki tərəfə veriblər, bildiyim qədər orada, ekspert rəyində. Orxan bəy, ekspert rəyi barədə hələ heç nə deyə bilmirsiniz də, düzdürmü? Məhkəmə qərar vermədən. Aydındır. Ümumiyyətlə, Orxan bəy, əgər mənim konkret və dəqiq fikrimi bilmək istəyirsinizsə, mən indi biraz hədsizlik kimi çıxacaq bu, üzürlü sayın, amma mən hakim olsaydım, orada günahı 50-50-yə verərdim. Çünki orada təhlükəsizlik... Elə verib də, ekspertə çox güman ki, elə verib. Arxadan gələnə də verib, buna da verib. 99% elə verib ekspert. O yol nəqliyyat hadisələri eksperti rəyi elə verib, çox güman ki. İndi burada yazırlar, deyirlər tək yoldur. Əgər orada tək yoldursa, onda o ağ maşında təqsir yoxdur. Yəni onun sürücüsündə. O belə deyim də, yəni o yanma işığını yandırdımsa, fərqi yoxdur, lap 3 saniyə keçsin, ya 5 saniyə keçsin, sadəcə qəflətən yandırıb dönə bilməzsən. Tək yolda, bu ikili yola aiddir, amma tək yolda onun heç bir aidiyyəti yoxdur. Tək yolda sən sadəcə qarşından gələni gözləməlisən, qarşıdan gələn keçsin, arxadakı da səni gözləməlidir. Bilirsiniz necədir? Bax, mən yenə də deyirəm, bayaq da vurğuladım, əziz insan. Yəni, mən üstünəm deyib, təhlükəsizliyin təminatını arxa plana nə qədər ki atacağıq, bax, bu qəzalara məhkum qalacağıq. Yox, indi üzr istəyirəm. O bilirsiniz necədir? Yəni mən başa düşürəm elə deyirsiniz. Yəni sürücü mədəniyyətindən danışırsınız siz. Amma indi Mədəniyyət yox, bu mədəniyyətdən ötə bir şeydir. Mədəniyyət başqa bir şeydir. Bu mədəniyyətdən ötə bir şeydir. Öz canını və ətrafın canını, sağlamlığını düşünməkdir bu. Bizə, mən Almaniyada sürücülük təlimçisi təhsilini alanda bizə qısa və konkret bunu deyirdilər. Maneə sərtdir və ya yumşaqdır, dəxli yoxdur. Doğru qərar ver, vaxtında gör, maneəyə toxunma. Pambıq da olsa toxunma. Vaxtında o pambığı gör və özü qoru. Əzmə o pambığı.